Dünən bu kötüğün içerisinde olan balın 1 kilogramını 100 manata satışa çıkartmıştım. Gördüm ki birçok insanlar artık başladılar beni qınamağa. 100 manata bal mı olar 1 kilogramı? Bu ne insafsız qiymətlərdir. Biraz reklamı var diye artık başladın istifadə etmeye. Yani bu cür rəyləri bir yok, bir neçə nəfər yok demək olar ki 90% insanlar bu cür rəy bildirdiler ve həmçinin yazılan rəyləri belə bəyənməkdən bildim ki, həqiqətən insanların fikri üst-üstə düşür. Deməli, mən buna bir balaca açıqlama vermək istəyirəm. Baxın əziz yoldaşlar, mən özümü təmiz çıxartmaq üçün bunu demirəm. Bundan əvvəlki videolarımda da çəkib bütün müştərilərə mən izah etmişəm ki, Instagramda da digər sosial şəbəkələrdə də bu balla bizim satış ettiğimiz 1 kilogramı 35 manata olan bal arasında hiçbir fark yoktur. Bu sadece kötüktədir ve arının təbii özünün hördüğü şandır. Ona göre bunun kilogramı 100 manata gelir. Bizde hatta 150 manata olan belə ballar olub. O hansılar dedi? Yadınızdadırsa arı pətəyin üstünde bankaları biz yerleştirmiştik. O bankaların içerisinde arı içeri girerek ve şanı özü sıfırdan özü toxuyub içine balla doldurmuştu. Həmin bankanın içerisine 300 gram bal gelirdi. O 300 gram balı ise biz 50 manattan satış edirdik. İnsanlar da çok da razı idi. Cəmi həmin bankadan 12 ədəd idi. 12 ədəddə satıldı ve yenə də insanlar onu istəyirdilər. Baxmayaraq ki içinde 300 gram bal var. Yani 1 kilogramı 150 manata gelirdi. Əslində farklı bir bal değil. Bütün müşterilərə də izah edirdim. Eyni bir baldı. Sadece daha maraqlı gelir ve sayı daha azdı. Onun üçün ve daha əziyyətli başa gelir. Deyirsiniz ki insafsız qiymətlər qoyulub, cəmaət təmiz bal istəyir. Niyə bundan istifadə edirsiniz reklamınızdan? Deməli, təmiz bal istəyirsinizsə, çalışın süzülmüş may balımızdan 1 kilogramı 35 manata olan baldan alın. Və yaxud da ki, dağ cökə balından 1 kilogramı 40 manatdan olandan alın, ya da ki, şabalık balından 1 kilogramı 50 manata olan baldan alın. Və bu balları siz almaq istəməyib, əgər bunu almaq istəyirsinizsə, sözsüz ki, kilogramına 100 manat ödəməlisiniz. Çünki bundan elə bir ədəddir. Bundan başqa bal yoxdur. Bu kötükdən başqa kötüyümüz yoxdur. Az olduğu üçün sayı və həmçinin daha əziyyətdən başa gəldiyi üçün ona görə biz bunu baha qiymətə satışa qoymuşuq. Bu bilirsiniz nəyə oxşuyur? Eynən bir yetim uşaq donur soyuqdan, üstündən çıxardıb kurtkanı vermirsən ki, ay bala bu kurtkanı geyin, soyuq olmasın sənə. Uşaq da sizə qayıdıb deyir ki, mən ancaq brend giyinirəm, yəni mənə bu kurtka lazım deyil. Sizin elə bil ki, dediyiniz buna bənzəyir. Müalicəvi təmiz bal istəyirsiniz, 35 manata almaq istəmirsiniz. İstəyirsiniz ki, kötüyün içində olanı alasınız. Kötüyün içində olan balı almaq istəyirsinizsə, yəni ona uyğun bir büdcəniz olmalıdır. Şəxsən mənim o qədər büdcəm yoxdur ki, yəni özüm şəxsən 100 manatlıq balı istifadə etməzdim. Nəyə görə? Çünki mənim ona uyğun bir büdcəm yoxdur. Mən arıçı olmasaydım normal 35 manatlıq bal alardım, istifadə edərdim. Yəni ondan da razı qalardım, təmiz balsa sözsüz ki.